Salam, hörmətli izləyicilər. 2026-cı ilin iyul ayındayıq. Digər bölgələrdə istilik 35 dərəcə olduğu halda bu gözəl diyarda Oğuz rayonunun Başdaşağlı kəndinə gedən yolda Göbür bulağı deyilən bir ərazi. Qafqaz dağlarının ətəyində belə bir gözəl güşə var. Ailəvi istirahət üçün. Saf su ailəvi istirahət mərkəzi. Bax, bu gördüyünüz yerdir. Piknik güşələri, masalar, uşaqlar üçün yerləncəklər, oturacaqlar. Voleybol meydançası mövcuddur. Arı ailəsi var. İstəyən buradan təmiz bal da ala bilər. Saf su istirahət mərkəzi. Çox sərindir, gözəldir. Ailəvi istirahət üçün hər şərait yaradılıb. Bu kababçımızın maketidir. Yerləncəyi var. Bu cür yerləncəyi var. Uşaqlar üçün masalar var, manqal var, beşikası var. Ən əsası burada belə bir gözəl bulaq var. Laboratoriyada təsdiqlənib ki, bu su davamlı içildikdə böyrəkdəki nə qədər daş var, hamısını əridir salır. Təbii yolla. Masalar var belə burada. Yuxarıda masalar var. Bura mətbəxdir. Çox gözəl yerdir ailəvi istirahət üçün. Əzəmətli bayrağımız. Təmiz bal var, doşab var. Belə bir dağ keçimiz var. Yerləncəklər mövcuddur. Uşaqlar üçün besetkalar, setli kravatlar asılıb ağacdan yerlənmək olur.
İstirahət üçün çox gözəldir. Hər bir şərait var. Uşaqlar üçün, böyüklər üçün hər bir şərait yaradılıb. Ustamız da Çingiz ustadır. Mobil nömrəsi 050 524 22 27 Çingiz usta. Samovarlarımız daima qaynayır. Samovar zayı. Hoş gördük, hoş gelmişsiniz. Sağ ol, siz Maşallah, nə tər? dədə oxşayırsan, maşallah. İcazə verərsiniz bir dənə bunu çəkin. Hə, Bu Çingiz ustanın mobil nömrəsidir. Çiğnə. İstəyən zəng vurub gələ bilər.